Salam əziz izləyicilər, abituriyentlər və müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün biz Dövlət İmtahan Mərkəzinin 2025-ci ildə abituriyentlər üçün dərc etmiş olduğu 20-li informatika sınaqlar toplusundan, daha doğrusu 4 nömrəli sınağa baxacaq. İndi isə vaxt itirmədən keçək suallara. Sual nömrə 1, tətbiqi proqram təminatına aid olanları müəyyən edin. Deməli, burada Windows və Disk Cleanup sistem proqram təminatlarıdır. Əməliyyat sistemi və əlavə utilit deyək. Xidməti proqramlar. Yəni 1 ilə 4-ü buna görə çıxacaq. Yerdə qalan 2, 3, 5 elektron belə deyək, adından göründüyü kimi kalkulyasiya hesabla işləri üçün kalkulyator demirəm, amma Excel yenə hesabat və kargüzarlıq üçün, Yukon isə verilənlər bazasını üçün. Buna görə bir də A variantı doğru cavabdır. Qrafik redaktora aid olanları müəyyən edin. MS Access burada deməli verilənlər bazasının idarə etmə sistemidir. WordPad mətn redaktorudur. Digəri isə PaintNet, Corel Painter və GIMP. Yəni 1, 3, 4 isə raster formatlı qrafik redaktorlardır. Kursorun idarə olunması klavişlərinə aiddir. Deməli, burada 8 növ klavişli kursorun idarə edilməsi. Bunlardan 4-ü ox, 4-ü isə home. Yəni sətrin əvvəl, end, sətrin sonra page up, bir ekran görüntüsü yuxarı, page-dan bir ekran görüntüsü aşağı. Shift isə xidməti ə, klavişdir. Buna görə 3-də cavab C variantı doğrudur. Xidmətli klavişlərə aiddir. A simvol klavişidir. Sonra F3 8, F3 funksionaldır. 8 isə göründüyü kimi rəqəm klavişidir. Yəni 2, 4, 5 aiddir. 4-cü sualda A variantı doğru cavabdır. 5-ci sual həm giriş, həm çıxış qurulusu aiddir. Deməli, sensorlu ekran, çünki ekran vasitəsilə görüntü xaricə ötürülür, yəni çıxışa sensor vasitəsilə informasiya daxil ötürülə bilir. Klaviatura yalnız girişdir, görüntü skaneri yalnız girişdir, touchpad həmçinin səs ucaldan isə çıxış qurğusudur. 5-ci sualda C variantı doğru cavabdır. 6-cı sual, giriş qurğularına aid olanları müəyyən edin. Deməli, burada monitor çıxış qurğusudur, dəqiqdir. Proyektor, yəni yenə görüntü və bu kimi informasiyanı ötürmək üçün çıxış qurğusudur. Prosesor ümumiyyətlə nə giriş, nə çıxış qurğusu deyil. Emal edici qurğu sahibləri, idarə edici qurğu sahibləri, amma giriş-çıxış qurğusu saya bilmərik. Ona görə 1 çıxırıq. 3, 4 A variantı doğru cavabdır. Buna görə 6-cı sualda A variantını seçmiş olduq. Hansı qurğu kredit kartlarının arxasında olan ştrixlənmiş olan kodlaşdırılmış informasiyanı oxuya bilir? Bu oxuyursa skanerdir. Orada dəmir hissəciklər olur. Ona görə belə deyək, dəmir metalın oxunuşudur. Bu da maqnetik skaner həmin bir şey. Şrif kod barkodları oxumaq üçün kobud dildəki marketdəki görüntü skaneri isə kağız üzərində olan informasiyanı oxumaq üçündür. Hansı səhifədən sistanın göstəricisinin formasını dəyişmək olar? Burada 8-ci sualda deməli, seçə bilərik hardan? Deməli, burada yazsaq ki, mouse properties, mouse settings ola bilər, buradan baxa bilərik. Deməli, belə mouse'a keçidləyək. Bir dəqiqə. Deməli, bir dəqiqə burada related settings adjust from additional mouse. Aha, burada keçdik. Diqqət edək, deməli, pointersa keçib burada seçə bilərik. Ona görə burada cavab pointersa olacaq. Yəni 8-ci sualda yəni növlərini seçə bilərik. Burada görünüşünü dəyişmək üçün pointerlər olacaq ki, cavab da B variantı doğru cavab olacaq. Monitorun növlərinə aid olanlarını müəyyən edin. Matris dili bu printerə aiddir. Ştrix kod bu aiddir skanerə. Deməli, 9-cu sualda maye kristal elektron
şua vururlar. Zaten LCD Liquid Crystal Display açılış olmalıdır. Neyse 3, 4, 5 doğru olacaq. 9-cu sualda A variantı doğrudur. Printerin növlərinə aid deyil. Dəqiqdir ki, indi burada görüntü skanerdir, biri budur, matrisli var, lazerli var. Ştrix kod skanerdir, bu da aid deyil. LCD də monitora aid anlayışlı. 2, 3, 4, 10 sualda A variantı doğru cavabdır. 11-ci sual giriş qurğuları. Web kamera, bəli. Burada kamerası çaşdırmasın sözü. Kamera, web kamera, yəni video informasiyanı kontrol etmək üçün istifadə olunur. Giriş qurğularına aid deyil. Bu giriş qurğusu deyə bunu giriş qurğularına plus qoyaq. Optik disk giriş qurğusu deyil. Operativ yaddaş giriş qurğusu deyil. Ana lövhə giriş qurğusu deyil. Qrafik planşet, bəli. ım, Deməli, qələm ilə yazılmış təsviri uyğun təsviri çevirmək üçündür. Giriş qurğusudur. Deməli 2, 3, 5, 11-ci sual D variantı doğru cavabdır. Proqram təminatı növünə aid deyil. Deməli, anlamadıq. Deməli belə. Proqram təminatı 3 hissəyə bölünür. Sistem proqramları, tətbiqi proqramlar və proqramlaşdırma alətləri. Məsələ odur ki, utilit sistem proqramlarının ad-çoxluğudur. Mes Access isə ə, tətbiqi proqramlardan biridir. Yəni, sual o qədər də bəyənmədim. Amma yenə də, yəni avtomatik olaraq təminatı qrupuna aid deyildisə, yenə də yaxşı olardı. Ə, Növ qrupuna aid deyil. 1-3-5 dirək olaraq aiddir. Məcbur 2-4-ü seçəcəyik. Yəni seçim üçün. Amma yenə də deyirəm, utilitlər sistem proqramlarına aid edilər. MS Access isə tətbiqi proqramlara aid edilər. Bu arada sistem proqramları sistemin işləməsi üçün, tətbiqi proqramlar bizim nəsə iş görməyimiz üçün, hansısa fail yaratmaq üçün, belə deyək, kobud dildə, proqramlaşdırma alətləri isə yeni növ proqram təminatı yaratmaq üçün istifadə olunur. Əməliyyat sistemlərinə aiddir. DOS əməliyyat sistemi ailəsi var. 13 sayarıq. MS Access verilənlər bazasının idarəetmə sistemidir. GIMP qrafik redaktordur. Paint qrafik redaktordur. Rasterdılar. Həmçinin macOS isə bu da əməliyyat sistemi anlayışına daxil edəcək. 1 ilə 3 doğrudur. A variantı doğru cavabdır 13-cü sualda. 14-cü sual sistem proqram təminatına aiddir. Mozilla Firefox bu axtarış sistemidir. Bu xeyir, kompüter oyunları tətbiqi proqramdır. Xeyir, Scribe da həmçinin. Burada cavab 1-2-dir. Sistem proqramlarının belə deyək, xidməti proqramlar hissəsinə aid etsək, belə Y. 14-cü sual Y variantı doğru cavabı. Verilənlər bazasının idarəetmə sistemlərinə aiddir. Qalx, xeyr, bu elektron cədvəllə bağlı bir şey olur. Mozilla Firefox bu axtarış proqram olacaq. Mozilla Firefox buraları sistem demişəm bəlkə də, amma proqramıdır. MySQL verilənlər bazasıdır. Google Chrome da yenə də axtarış sisteminin proqramıdır. 2, 4 burada verilənlər bazasının idarə VBS MySQL dildir. Nəysə də verilənlər bazası ilə bağlı bir şeydir. MySQL, MS-SQL bunun üçün VBS proqramlar var. Bunlar dillərdir. Əslində MS Access proqramdır. Bəli, MS SQL var, MySQL var. Bunlar nəysə dərinə girmək. Cavab 2, 4. Proqramlaşdırma alətlərinə aid. Proqramlaşdırma aləti deyəndə proqramlaşdırma dili olaraq ifadə edəcək. Logo proqramlaşdırma dili var, Pascal proqramlaşdırma dili var, Python proqramlaşdırma dili var. Photoshop isə Adobe Photoshop qrafik redaktorda Oracle verilənlər bazasının idarəetmə sistemidir. 1, 2, 4 doğru cavabdır. 16-cı sualda B variantı doğru cavabdır. Proqramlaşdırma alətlərinə aid deyil. C++ aiddir. Proqramlaşdırma alətidir. Basicdir, Fortrandır. Bunlar qədimi dillərdəndir. Ümumiyyətlə
Adobe InDesign'də, OpenOffice Writer'də, PowerPoint'də bunlar tətbiqi proqramlara aid olan bir şeydir. İndi təqdimat nəşriyyat və yaxud mətn redaktoru, yəni 2, 3, 5 aid olmayacaq. Ona görə cavab 2, 3, 5-i seçəcəyik. 2, 3, 5. Bu da 17-ci sualda C variantı doğru cavabdır. Tətbiqi proqram təminatına aid deyil. MacOS əməliyyat sistemidir. Bu aid deyil. Yəni biri bu olacaq. Sonra basic proqramlaşdırma dilidir. Buna görə aid olmayacaq. Linux əməliyyat sistemi ailəsi və yaxud da əməliyyat sistemi deyək. 3, 4, 5 aid deyil. Digərləri isə aşkar olaraq tətbiqi proqram paketinə aiddir. Nəşriyyat sistemi falandır. Bu 18-ci sual idi. Y variantı doğru cavabdır. 19-cu sual. Fərdi kompüterin növlərinə aid olanları müəyyən edin. Deməli belə, sensorlu ekran bu dəqiqdir ki, masaüstü, dizüstü var. Okey. Lazerli printeri olar. Sensorlu ekran bu monitorla bağlı anlayışlı kompüterin hissəsi olar. Yəni planşet bəli aid edilə bilir. 1, 2, 5 doğru. 19-cu sual D variantı doğru cavab. 20. Windows əməliyyat sistemində mümkün olan fayl adlarının və 9 növ simvol var ki, istifadə olunmur. Bunlardan üçü budur. Sonra ikisi budur. Daha sonra ikisi sual və ulduzdur. Daha sonra isə qoşa nöqtə və qoşa cüt dırnaqdır. Info BMP olar. Info BMP isə mümkün olan deyir. 1 olar. Məktəbə ət işarəsi bu olar. 2. Admin slash bu slashə görə olmaz. Qoşa nöqtəyə görə bu olmaz. Cavab 5 olar. 1, 2, 5. A variantı doğru cavabdır. 21-ci sual. Video fayl AVI-dir, FLV-dır, MPG-dir. Deməli, AVI, FLV, MPG-ni sayırıq. PPTX isə təqdimat faylıdır. JPEG və PNG isə qrafik fayl uzantılarıdır. Ona görə 1, 3, 5 video aid olacaq. 21-ci sual B variantı doğru cavabdır. Deyir ki, adlı fayl C diskindəki testlər qovluğunun içərisində yaradılmış sinif qovluğunda yerləşir. Deməli, testlər qovluğunun içində sinif qovluğundadır. Sinif qovluğunda nə var? Sinif bu fayl var. Nəsə adın qısa yazacağım. The School adı. School exe. Bu da semantik diskindədir. Semantik diskinin də nəsə dirək qəbul edək. C-nin içində testlərdir. Testlərin içində fayl uzantısı BMP4 dəqiqdir. Ona görə cavab olacaq 22-ci sualda A variantı. Gördüyümüz şey. Counter-ın parametrası onun əməliyyatı yaddaşının həcmini gigabaytla müəyyən edin. Deməli, DDR4 DDR olan hissəyə həmişə baxarıq. 32 gigabaytlıq yaddaşa sahibdir. 23-də açıq suallara gəldik artıq. Deməli, ona görə 32 GB. Bu arada Asus şirkətinin VivaBook seriyasının VivaBook Pro-dur. Bu kompüter modelidir, belə deyək. Prosesor Intel şirkətinin Core qrupudur. i9 13-cü generation high performansdır. DDR4 32 GB RAM, 512 GB hard disk, RTX 4090 8 GB video kart və FHD OLED 16 düyümlük ekrana sahibdir. Bu cari parametrləri verilən kompüter. 24-cü sual. Hansı ifadələr doğrudur? Prosesorun tezliyi, tak tezliyi daha doğrusu hertzlə ölçülür. Bəli, bu doğru fikirdir. Sonra keş yaddaş kompüterin sərt diskində yerləşir. Xeyli, daxili yaddaş qurğusu bunun sərt diskdə niyə olsun? SSD sərt diskdən daha sürətlidir. Bəli, çünki RAM texnologiyası ilə, yəni mikrosxemlə formalaşdırılıb.
Xidməti proqram kompüterin tətbiqi proqramlarına aiddir. Xeyr, sistem proqramlarına aiddir. Buna görə 4 yanlışdır. Beşinci sual. Task Manager proqram vasitəsilə proqramın işini müəyyən bəli işləyək proqramların işini dayandırmaq olur. Bu doğru fikirdir. Diski defragmentləmək üstün istifadə olunur. Nə çox doğru cavab çıxdı. Bəli. Yəni zaman keçdikcə yaranmış faylların yaddaşdakı fayllar arasındakı boşluqları sıxlaşdırıb, yəni faylları ardıcıl düzmək, yəni fraqmentləşməni aradan qaldırmaq üçün istifadə olunur. Bu prosesdə defragmentləşdirmək prosesi gedir. Deyilir. Yəni burada da doğru cavab 1, 3, 5 və 6-dır. Davam edək. Klasterin həcmi 8 KB olarsa, hansı ölçülü faylların diskdə tutduğu yer eyni olacaq? Yəni 8-ə bölünəndir. Misal üçün 6 olmayacaq, bu dəqiqdir. Deməli, səbəb ondan ibarətdir ki, 6 kibayt olmayacaq. Çünki 6 kibaytlıq bu 8. Qısası 8-ə bölünən lazımdır. 72 bölünüb 308-ə bölünmür. 200 bölünür, 300 bölünmür. Ona görə bunu 139 da bölünmür 8-ə. 288, 240, bir də 48. Bəli, bu bölünür. 72 kibayt bölünür. Buna səbəb odur ki, əgər bölünməsə, bir klasterdə başqa bölünməsə hansısa klasterin içində boş hissələr qalmış olacaq, hansı ki istifadə olunmayacaq. Faylın həcmindən daha çox yer tutulacaq ona görə 2, 4, 6, 8-ə bölünür deyə bu. Fayl adının tam adının doğru ardıcıllığını müəyyən edin. Deməli, birinci məntiqi disk olur 2. Okey. Sonra fayl uzantısı ən axırda olacaq 1. Məntiqi diskdən sonra slash var. Ona görə ya informatika olar, ya sınaqlar olar. Hı -hı. Deməli, diqqətlə edin. Əgər informatika olsa ardıcan sınaqlar da, əgər sınaqlar olsa ardıcan abituriyent qalar belə. Bir dənə baxaq, sınaqlar, abituriyent, okey, qalarıq belə. Ona görə 2-dən sonra olar 4, çünki slash təkrarlanmamalıdır. 2-dən sonra 4 olar, belə olacaq D, daha sonra slash informatika, slash sınaqlar, slash bunun slash'i gələcək abituriyent, abituriyent qutardı mı? 2, 4, 5, 3, 1 şəklində. 27-ci sual. Tətbiqi proqram təminatı, sistem proqram təminatı, Adobe ətrafla proqramlaşdırma aləti. Deməli, Adobe InDesign-dan Scribus tətbiqi belə deyil. Park Expert Adobe InDesign, Scribus. Bunlar tətbiqi proqramlardır. Yəni A ilə B-yə aid edərik. MacOS əməliyyat sistemidir. Ona görə sistem proqramlarına aid olacaq. Daha sonra isə Task Manager. Bəli, bu da sistemin işləməsini təmin etmək üçün lazım olan proqramlardır. Ona görə Basic isə proqramlaşdırma dilidir. Proqramlaşdırma alətlərinə Basic yazırdım. Seçəcək. 28-ci sual. Cədvəldə faylların adları, onların informasiya isimləri vermiş. Cədvəldə əsasən qrafik fayllar. Aha. Deməli, qrafik fayllar budur. Budur. JPEG uzantılı. Odur ki, bu mətin faylıdır. Sonra qrafik fayldır. Bəli, mətin faylıdır. Elektron cədvəl faylıdır. Nədir? İstəkə həcmləri. Deməli, 8 KB klasterlərdə bu 33 kubu tutmayacaq yaddaşda, yəni 33-dən böyük bərabər şərtini ödəyən ilk 8-ə bölünən ədəd yazırıq. Sonra nə yapılır? Bu da 42 KB tutacaq. Deməli, bu da 42 KB tutacaq. Daha sonra PNG 75, 75-dən böyük bərabər şərtini ödəyən deməli 75-dən böyük bərabər şərtini ödəyən 8-ə bölünən ən kiçik ədəd. Bu da 80-dir. 80 KB, 40 KB, 40 KB. Bu da eləcək 40 plus 40, 40 plus 80. Qeyd edin ki, bu mövzu sınağıdır deyə belə bir sualla rastlaşılır. Burada yoxsa ümumi sınaqda belə bir sual olmur. İnformasiya həcmləri bu şəkildə olan faylları diskdə yerləşdirməsi üçün lazım ola biləcək maksimum və minimum klaster sayının cəmini hesablayın. Klaster sayının cəmini nədir? Neysə,
Klasterlərin həcmini ifadə edir və tək ədədlərdir. Deməli, bir klasterin onda ən kiçik həcmi 3 kilobayt olar. Bu sualı burada qəşəngcə ən kiçik, yəni bir belə deyək, V klaster minimum tək ən kiçik birdən böyük tək ədəd bu 3 kübü olar. 3 kübü olanda bunun üçün 19 üçün 19 üçün 7 dənə lazım olacaq. Gəlin belə eləyək də 19 kübü üçün 7 klaster lazım olacaq. Çünki 6 klaster yetməyəcək. 26 üçün 26 kilobayt üçün 9 klaster lazım olacaq. 40 kilobaytın isə yenə də deyirəm 40-dan böyük bərabər şərtini ödəyən ilk kiçik ədəd qədər həcm tutur. Neysə 13 dənəsi yetməyəcək. Belə çıxır ki bizdə deməli belə deməli 14-cüyə ehtiyacımız olacaq. Deməli ümumi burada edir diqqətləsək 30 30 klaster 30 klaster. Əgər ki klasterin maksimal həcmi MX deyə buna bu ola bilər 19 kilobayt 19 kilobayt. Səbəb nədən ibarətdir? Dediyim kimi tək ədəddir və bu şərti ödəməlidir. Onun üçün 19 kilobaytlığa uyğun olaraq bir klaster, 26 kilobaytlığa uyğun olaraq 2 klaster, 40 kilobaytlığa 2 klaster yetməyəcək 38, 3-cü klasterə ehtiyacım olacaq və 3. 6 dənə də belə klaster. Yəni belə olan halda birində 30, birin digər halda isə 6. İndi cəm deyib 30 ilə 6-ın cəmi deyək, amma bu klaster sayı deməkdir ki 30-dan 6. Sadəcə orada olan klasterlərin sayının, ola biləcək klasterin sayının, burada ola biləcək klasterin sayının cəmini deyə bilək. Belə deyək, 36 cavabını almış oluruq. 30-cu sual nədir? Həcmi 1 MB olan disk. İnformasiya həcmi 26 KB olan ən çox neçə fail yerləşdirmək olar? Deməli, informasiya həcmi 26 KB olan bir klaster 5 KB-dırsa, 26 KB yaddaşda 6 klaster yer tutacaq. 6 klasterdə 30 KB yer eləyəcək. Deməli, bizə nə edəcək? 1 MB-da da 30 KB-ı axşam vaxtıdır. Mən oturub bölüb çıxıb vurmuram. Deməli 1024 bölünmüş 30. Bu bizə eləyəcək bölünmüşdən qədər 900 üstə də 120 34 eləyər. Yəqin ki 34 tam neçə eləyir? 34 dənəsi yerləşər. 34 və neçə klasterdə boş yer qalmaz. 34 dənə yerləşdi. 34 dənə. Çünki 1024-ü 34-ə böləndə alınacaq, belə deyək də, Python dilindən deyək, 30-a böləndə 34 dənə klaster şaşırmadı. Deməli, 34 dənəsi yerləşər. Okey. 34 dənəsi yerləşər. Hər biri içində deməli 5 dənəsində boş yer qalmır, 6-cı da boş yer qalır. Deməli 34-ü də 5-ə vurarıq. Bu da edəcək 170. Niyə 34-ü 5-ə vurdıq? Səbəb ondan ibarətdir ki, sadəcə belə deyək, 5 dənəsi üçün 5 dənəs klaster 26 kilobaytın klasterə qoyanda 5 klaster tam da olur, biri yarım çıxardır. 34 dənə belə fail, bir faildə 5 klaster idisə 34 vurulsun 170 klaster. Belə bu videomuz biraz qısa oldu, çünki mövzu belə mövzu idi. İnşallah növbəti videolarda görüşərik. Sağ olun, salamat qalın. Videoları like edib, komment bildirməyi unutmayın. Sağ olun.